Gecə klubları Bakıda işləyir də səhərə kimi. Hamda bir müğənnilər orada. Gecə klublarında mı? Əlbəttə. Niyaməddin Musayev hal-hazırda oxuyur. Gecə klubunda mı? Bəli, o populyardır və populyarını da qoruyub Niyaməddin saxlayır. Musayev gecə klubunda oxuyur. Oxuyur, hər yerdə oxuyur. Niyə belə baxırsan ki? Dünya sənin, dünya mənim üçün ölür hamısı. Niyə belə baxırsan? Gecə klubu. Niyaməddin Canlı mı Musayev oxuyur? Yox da, indi hamısı. Fonogramlı Öyle boyu. canlı okumağı da bacarır. Yox, Yəni, gecə klubunda saat neçədə başlayır bu gecə? fərqi nədir ki? 12-dən sonra. 12-dən sonra Niyaməddin Musayev gedir mahnı oxuyur. Bəli. Niyə oxumasın? O boyda sənətkar. Mən də gedirəm. Nə olsun? Sənətkarıq nə üçün? Pul qazanmağa gedirik də. Pul gecə klubundadır. Kimi sevir gənclər. Orada gedir oxuyur. Mən inana bilmirəm ki, Niyaməddin Musayev, buradan inanmırsan? salamlayıram sənətkarı. Niyə? Azərbaycan Restoranda musiqisini da oxuyur, orada da oxuyur. Bir yerdə oxuyuruq. saysız, hesabsız Bir yerdə musiqilərlə bəhrələndirən Nə olsun? Niyaməddin Niyə Musayev oxumasın? Sual verirəm. bütün dünyada musiqiləri tanınır. Olsun, niyə oxumasın? Gecə 12-dən sonra. Nə olsun? Gecə klubunda. Nə olsun? Mən Sual inana verirəm. bilmirəm. Niyə İnanırsınız? inanmırsınız? Niyə də, niyəsin bir dənə mənə Rühəngiz baxırsan? xanım, siz inana bilirsiniz. Özünüz mü görmüsünüz? Niyaməddin müəllimi çox istəyirəm, həddindən artıq. Əlbəttə, Mən də çox istəyirəm. Bütün Azərbaycan onu Bəs sevir. mən də oxuyuram da, o da oxuyur. Görə, sənət Başqa müğənnilər də oxuyur. Kim oxumur ki? Gecə klubunda kim oxumur? Kimləri görürsünüz? Hamısı oradadır. Hamısı kim məsələn? Rühəngiz xanımı görürsünüzmü? Kimlər? Populyar olan. Rühəngiz xanım gecə klublarında oxuyursunuzmu? Yox. Niyə oxum? Mikrofona danışın. Bəlkə deyirəm, haçansı harasa qonaq düşmüşəm, amma belə yox. Mən gündəlik olsa, müəyyən bir yeri toya gedirəm. Fikir verdiniz? Oxumur, amma deyir Sam oradadır. Kim oradadır? İsa, sizin elə özünüzə aparırsınız ki, gecə həyatından xəbəriniz yoxdur.